Sahasında olur olsun, istər idman, istər musiqi ya başqa sahələrdə. Aparıcının özünün bu işdə səriştəsi olmalıdır da bu sənəti qutaran adam olmalıdır. Yəni bu işə dəqiq bələd olan adam lazımdır. Olub, məsələn, Sovetin vaxtında televiziyada aparıcılar olub, idman aparıcıları, Kote Maxaradze, Nikolay Ozerov, Azərbaycanda rəhmətçi Çingiz İsmailov verilişləri aparıb. Çox yüksək səviyyədə aparıblar. Onlar futbolu da yaxşı bilirdilər, oyuncuları da yaxşı tanıyırdılar. Futbolun taktikasını, strategiyasını yaxşı bilirlər. Son zamanı aparırlar, düzdür demirəm, mən çox narazılıq eləmirəm. Ancaq bəzən oyunun, necə deyim axı, o gedişatın istənilən səviyyədə tamaşaçılara çatdıra bilmirlər. Şəxslərimizin əlbəttə ki, bu danışıqlarındakı o norma pozuntuları sözsüz ki, yer verilməzdir, düzdür, bu televiziya vasitəsilə çatdırılır və böyük bir kütlə izləyir onları. Bu, onların mənfi cəhətləridir. Məncə daha yaxşı onların, yəqin ki, hansısa bir təlim-tədris prosesindən keçib ora gəlirlər. Onlarda daha düzgün şərh etmələr, dərslərin daha düzgün şəkildə keçirilməsi öyrədilə bilər. Amma bununla bir yerdə onların həm də artıq biz görürük ki, əvvəllər şərhçilərimizdə heç ümumiyyətlə həvəs belə yox idi. Amma son dövrlərdə bir həvəs artıb, sanki daha maraqla deyirlər. Düzdür, danışıqlarında problemlər var, amma maraq artıb. Bizimkilər də gərək onlara baxıb örnək götürsün. Çünki maraqsız edirlər də oyunu. Gərək düzgün şərh edəsən ki, az da keçsə baxsın oyuna, desin ki, bu nədir, nədir. Xaricilərdə bəzən çox danışıqlar qəribə olur, amma Azərbaycan dilində daha çox sevindirmə dili ilə danışırlar. Məsələn üçün, sevinirlər də qola. Mən onu deyə bilərəm ki, ümumiyyətlə səsləndirmələr, yəni bu cür səsləndirmələr necə deyərlər, hansısa bir ümumiyyətlə futbol oyuncusunun adını başqa cür demək məncə düzgün deyil. Amma məsəl üçün siz dediyiniz kimi bəzi səsləndirmələr var ki, onlara yəni mən normal baxıram. Əsas o, yəni kimsə hansısa bir futbolçu haqqında əlavə, yəni necə deyirlər, negativ bir şey deməsin, negativ bir şərh göstərməsin. Yəni belə normal baxıram. Bizim yəni oyuncular daha güclü oynayanda, daha qəşəng oynayanda bizim spikerlər də istər-istəməz sevinir bu hala. Yəni istər-istəməz, yəni məsəl üçün siz bayaq dediniz Harry Kane, məsəl üçün onlar da sevinir deyə Harry Kane falan. O sevincəkdən ibarətdir. Yəni məncə mən elə fikirləşirəm ki, ən azından bizimkilər oynayır, qəşəng oynayır deyə onlar da sevinir. Yəni öz situasiyalarını qoyurlar ortalığa. Mən belə fikirləşirəm. Spikerlərimiz həqiqətən qəşəng məlumat verirlər, yəni oyunda da. Oyunu sizə çatdıra bilirlər, zövq alırlar. Çatdıra bilirlər, bəli. Yəni əsasən də yəni bizim Azərbaycan futbolunu vəbşə gözəl çatdırırlar, yəni nəinki xarici futbol. Əslində xarici şərhçilər, ərəb şərhçiləri daha çox yaxşı eləyirlər, amma bizim şərhçilərin də yaxşıları var. Düzdür, indi adları üzrü saysınlar, yadımda deyil tam olaraq. Amma bizim də yaxşı şərh eləyən şərhçilərimiz var. Həmçinin keçən Türkiyə oyununda Mərd Günokun Qurtarışın şərh eləyən şərhçimizin də adı yadımda deyil. O da çox qəşəng onu bildirmişdi. Amma bəzən olur, məsələn şərhçilər tarixdən danışırlar və s. Bunlar bayağıdır. Çünki yəni olmamalıdır. Futbolun həvəsini azaldır. Xarici şərhçilər dilində xarici dili bilsəm, məsələn ingilis dilini bilsəm ona uyğun deyərdim. Belə amma öz şərhçilərimiz və yaxud da qonşu qardaş ölkə olan Türkiyədə şərhçilər biraz çox hakili olurlar, amma Azərbaycan şərhçiləri biraz zəifdirlər. Biraz zəifdirlər. Yəni daha çox dinamika qatmaq olar da. Məsələn, türklər qaldırırlar dinamikada, elə əhval-ruhiyyəni artırır, amma bizdə biraz zəifdir o. Onlar yaxşıydılar. Amma indikilərə baxanda biraz dediyim kimi də ümumiyyətlə ümumilikdə zəifdir bizdə. Amma hal-hazırdakı o dediyiniz müqayisə olunarsa indikilər daha zəifdir onlara baxanda.